Herkese salam. Önceki vloglarımda ailə birləşməsi vizası üçün lazım olan sənədlər barədə məlumat vermişdim. Bu vlogumda isə həmin sənədləri haradan almaq lazımdır və harada tərcümə etdirmək olar, hamısını ətraflı deyəcəyim. Vurğulamaq istəyirəm ki, öz təcrübələrimə əsaslanaraq məlumatları verirəm. Nikah, doğum şəhadətnamələri və məhkumluq haqqında arayışın apostilini 5 saylı Asal Xidmət Mərkəzində edirlər. Apostil 5 iş günü ərzində hazır olur. Nikah və doğum şəhadətnamələrinin apostili hazır olduqdan sonra onların notarial təsdiqli kopyasını da apostil etdirməlisiniz. Sənədlərin apostili hazır olduqdan sonra 5 saylı Asan Xidmət Mərkəzində çex dilinə tərcümə təsdiq etdirə bilərsiniz. Tərcümə təsdiq isə bir iş günü ərzində hazır olur. Xüsusi vurğulamaq istəyirəm ki, özəl tərcümə yerlərində tərcümə etdirmək güvənli deyil, çünki məsuliyyətlə yanaşmırlar. Sadəcə konsulluğun əməkdaşlıq etdiyi tərcümə mərkəzi güvənlidir və həmçinin Asan Xidmət Mərkəzi də. Özəl tərcümə mərkəzlərinin nə üçün güvənsiz olduğunu dediyim gündə məlumat vermək istəyirəm sizə. Bizim bir sənədimizdə məsuliyyətsiz yanaşıb tərcümədə tarix səhvi etkilərinə görə konsulluqda həm işimiz uzandı, həm də bizə rədd cavabı verildi. Həmin məsuliyyətsiz yerin adı İxlas Tərcümə Mərkəzidir. Orada tərcümə etdirməməyinizi məsləhət görürəm. Çünki etdikləri səhvin arxasına durmadılar, nə də onlara görə çəkdiyimiz əlavə xərcləri qarşılamadılar. İnsan halıdır, səhvlik olub deməklə kifayətləndilər. Vlogun sonunda həmin yerin şəklini əlavə edəcəyəm. Nəysə, bunlar bir qırağa, keçək sənədlərimizin davamına. Bütün sənədlər tam hazır olduqdan sonra konsulluğun mail adresinə görüş təyin etsinlər deyə rəsmi müraciət etmək lazımdır. Bir şeyi də qeyd edim ki, konsul işçiləri öz bayram günlərində işləmirlər. Bunu nəzərə almalısınız. Bizim qeyri-iş günləri isə işləyirlər, 6 bazar istisna olmaqla. Və bir də çalışın, ayın əvvəli görüş təyin olunsun, çünki hər ay tamam olanda əmək haqqı barədə yeni sənəd tələb edirlər. Konsulluq tərəfindən görüş təyin edildikdən sonra qəbula gedirsiniz və bütün sənədlərinizi yoxlayırlar. Əgər qanunda hər hansısa bir dəyişiklik olmasa, sənədləriniz tam qaydasında olsa, yerində ödənişini edirsiniz və sizi qeydiyyata alırlar. Sizə isə qalır oturub gözləmək. İşiniz bununla bitmir təbii ki. Vizanızı alıb Slovakiya ölkəsinə gəldikdən sonra isə oturum üçün hansı sənədlər lazımdır, nə etməlisiniz, o barədə ətraflı vlog çəkib paylaşacağım sizinlə. Bir vlogumun da sonuna çatdıq. Bəyənib qayd etməyi unutmayın. Hələlik.